Başqa bir sualımız da bizim ki, mənim damarlarımı təmizləmək istəyirəm. Damarlarımı təmizləmək istəyirəm, nə edə bilərəm? Bugün damarların təmizlənməsi nə deməkdir? Damarlar normalda açıq olmalıdır. Bütün damarlar. Təbii ki, insanların oturaq həyat tərzi, artıq çəkisi, insanlarda xolesterinin miqdarının çox olması və o yağlılığın artması nəticəsində damarlarda bir toxunmalar yaranır. Ona yastıqçılar yaranır və orada qan dövranı yavaşlayır. Yavaşladıqca onun üstü başlayır nə etməyə? Dolmağa. Nəticədə nə olur? Damar daralır. Damar daralanda nə olur? Ürək əzələsinə qan az gedir. Onda nə olur? Ürəyin işemik xəstəliyi yaranır. Sonrası nə olur? Gəlir infarkta qədər çıxır. Beyin toxumasında olanda nə olur? Beyin toxumasında insult əmələ gələ bilir. İşemik insult da yarana bilər. Və başqa nə ola bilər? Aşağı ətraflarda damarların su ilə şəkər xəstələrində daralması, qanın azalması nəticəsində trofik yaralar əmələ gələ bilər.